Bir zamanlar bu saatlar insanların əsas vaxt ölçüsü, həm də görüşlər üçün təyinat nöqtəsi sayılırdı. İndi isə onları nəinki qol saatları, daha praktik hesab edilən telefon və digər rəqəmsal cihazlar əvəz edir. Saatlar həm vaxtı göstərir, həm də megapolislərin rəmzi sayılır. Eyni zamanda şəhər memarlığının da tərkib hissəsidir. Hər gün minlərlə insan onun yanından keçir. Bəziləri ona baxır, bəziləri isə artıq heç diqqət yetirmir. Sahildə gördüyümüz daha çox diqqət cəlb eləyir, ona baxırıq, amma normalda yox. Bəs siz? Mən də bulvarda gəzəndə ən çox o saata baxıram. Belə ancaq telefondan istifadə edirəm. Artıq əvvəlki kimi böyük saatlar o qədər də insanları cəlb eləmir. Təsadüfən rastımıza çıxarsa, baxırıq. Amma əsas telefondakı saatlardan istifadə edirik. Heç qol saatı da o qədər bu günlərdə istifadə olunmur. Saatlara baxıram, ətrafda olanda görəndə ehtiyac olur mənə, amma qol saatımıza əsasən çox baxıram. Salam, şəhərdəki böyük saatlara heç baxırsınız gün ərzində? Salam, həm görəndə baxıram, amma əsəncə mən telefona baxıram. Bu saatların öz işləmə mexanizmi var, amma onların bəzən xarab olduğu məqamlar da olur. Bəs görəsən işləməyən və sıradan çıxan belə saatlar necə təmir edilir? Bu saatlar adi qol saatları ki, ev saatları kimi deyil. Bunlar yəni xarab olanda bunlarda söküb təmir eləmək üçün adi bloklardır. İçində bloklar dəyişilməlidir. Hansısa blok yanır, məsələn o bloku açırsan, yenisi ilə əvəz eləyirsən. Əvəz eləyirsən və ondan sonra bu saatlar yenidən davam edir işləməyinə. Yağışa da davamlı, soyuğa da davamlı, hər tərəfli çox gözəl saatlardır və gözəl də işləyirlər. Sadəcə hər şey xarab ola bilir və neçə dəfə bu saatların təmiri ilə məşğul olmuşam və onları düzəltmişəm, hələ də şəhərimizdə fəaliyyət göstərirlər. Belə saatlardan elektron olanları da var. Onların isə xarab olma ehtimalı daha azdır. Əksər hallarda bateriyası zəifləyir və bu zaman dəyişdirilib yenisi ilə əvəz edilir. Bundan başqa elektron saatların çoxu işıq sistemi ilə tənzimləndiyi üçün vaxtı yalnız gecə göstərir. Şəhərin müxtəlif yerlərində saatlar var. Bəziləri köhnə binaların üzərində, bəziləri isə yeni meydanlarda. Müəyyən vaxtlarda bu saatlar dayanır, amma həyat davam edir. Onlar bizə bir şeyi xatırladır. Hər yerin öz axarı, hər saatın isə öz zamanı var. Röya Salmanova, Vurxan Turabov, Telesəhər.